səbəb olar. Sizi fikirli görürəm, ağam. Allah Rəsulunun məscidində təəccüblü bir şey gördüm. Gördüyünüz nə idi ki, sizi bu qədər narahat elədi? Allahdan diləyirəm ki, qəm-qüssəni qəlbinizdən yox eləsin. Allah Rəsulunun, Allahın salamı ona və ailəsinə olsun. Allahın Namaz haqqı tövsiyələri bu olub. Namaz müminin meyracıdır. Ona baxmayaraq bəzi qardaşları gördüm ki, öz namazlarına biganə yanaşırlar. Biri saqqalı ilə oynayır, biri paltarına fikir verir, digəri isə tələsi səcdəyə gedir. O səcdəsini ona vacib olduğu şəkildə tamamlamır. Ola bilər ki, onlar namazın hökmündən heç nə bilmirlər. Onlar yalnız ruzi tələb eləməklə məşğuldurlar. Ruzi tələb etmək dini işlərin həyata keçməsinə mane olur, yaxud o şəxs ki, cümə günündə özünə vaxt ayırıb, amma halal haramın və ibadətin